Bir məhsulu tənliklərin izahı. Ümumiyyətcə tənlik nədir? Dəyişəni olan bərabərliyə tənlik deyilir. Əgər bir məsələn ifadədə dəyişən varsa, yəni hər hansı bir məhsul varsa, bu tənlikdir. Məsələn, x üstəgəlsin 5 bərabərdir 0. Burada bir dəyişən var, bir məhsul var və buna görə də nədir? Bu tənlikdir. Tək bu formada verməyə də bilərəm bizə. Məsələn, verə bilər x kvadratı üstəgəlsin 6 bölünsün x üstəgəlsin 2 bərabərdir 0. Bu da bir tənlikdir. Yəni burada da məhsullar var. Dəyişəni olan tənliyə, bərabərliyə daha doğrusu tənlik deyilir. Dəyişənin tənliyi doğru bərabərliyə çevrilən qiymətləri isə tənliyin kökü deyilir. Yəni hal-hazırda o dəyişənin məhsulun yerinə qoyacağımız qiymət həmin bərabərliyi doğru qiymətə nəticələndirirsə, bu zaman o nədir? Həmin qiymət tənliyin kökü adlanır. Məsəl üçün, x üstəgəlsin 4 bərabərdir 5-ə. X nəyə bərabərdir? 4-ün üstünə gəlsən 5 eləyər, 1 gəlsin. Deməli, bu bir nədir? Tənliyin köküdür. Bu bir ədədir. Tənliyimizin kökü adlanır. Məsələn, bir dəyişənli xətti tənliklər var. Bir dəyişənli xətti tənliklər nədir? Məsələn, bizə bu formada verilir. AX üstəgəlinsin B bərabərdir 0. Bayaqdan dediyim kimi A-nın yerində hər hansı bir qiymət durar. B-nin yerində hər hansı bir qiymət. Məsələn, 2x üstəgəlinsin 4 bərabərdir 0. Bu nədir? Bir dənə dəyişən var. Yəni, bir dənə bilinməyən məhsul var. X var. Yəni, A-nın B-nin yerində təbii ki, qiymətlər qoyulursa AB formasında verilmir. Bir dənə məhsul olduğu üçün bu bir dəyişənli tənlik adlanır. Daha sonra məsələn bizə deyə bilər ki, yeganə həlli olması. Əgər tənliyin yeganə həlli var deyirsə, baxın, yeganə həll deyirsə bizə, yeganə həll zamanı nə olmalıdır? Tənlik sıfırdan fərqli olmalıdır. Kökü sıfırdan fərqli olmalıdır. Məsələn, bizə deyir ki, AX üstəgəlsin B bərabərdir 0. Burada yeganə həlli olmağı üçün A-nın qiyməti sıfırdan fərqli olmalıdır. Yəni, sıfırdan fərqli olarsa, bu tənliyin yeganə həlli var. Məsəl üçün, necə baxırıq buna? Bizə konkret həmişə A kimi verilmir ki. Məsələn, deyir A-3, A-3 qarşısında x qoyulur, vurulsun, bərabərdir, məsəl üçün deyirəm, 6-ya. Deyir, bu tənliyin nə zaman yeganə həlli var? Dedi, yaxı, x-in qarşısında duran A sıfırdan bərabər olarsa, fərqli olarsa, yəni x-in qarşısında bu dəfə A yox, A-3 dayanır. A-3 sıfırdan fərqli olarsa, bu tənliyin yeganə kökü var. A da fərqlidir sıfırdan, 3 mənfidir, bu tərəfə müsbətlə keçir. A da fərqlidir 3-dən. Yəni, A 3-dən fərqli olan zaman bu tənliyin yeganə həlli var deyirik biz hər zaman. Daha sonra davam edək. Sonsuz sayda həlli. Yeganə həlli bildik. Bəs sonsuz sayda həll nə zaman olur? Sonsuz sayda həll zamanı üçün, baxın, bir dəyişənli belə bir tənlik verilir bizə. Yeni rəqəmlər qoyaraq bu nümunə göstərəcəm. Bizə deyir ki, nə zaman sonsuz sayda həlli var? Baxın, sonsuz. Sonsuz sayda həll olmağı üçün həm A, həm də bir sıfıra bərabər olmalıdır. A da bərabər olmalıdır sıfıra. B də bərabər olmalıdır sıfıra. Bunu necə yazırıq? Bir dənə nümunə göstərək. Məsəl üçün, bizə deyir ki, bir dənə tənlik verilsin. Desin ki, AX üstəgəlsin. AX üstəgəlsin 2 bərabərdir. B çıxılsın. 4x-ə. Formada bir tənlik verilib. X-i gətiririm x-in yanına. AX qalır olduğu yerdə mənfi 4x toplama ilə gəlir. Üstə gəlməsin 4x bərabərdir. B 2 bura mənfi ilə gəlir. B çıxılsın 2-yə. X-i ortaq məxriyyət çıxardaram. A üstə gəlsin 4. Bu tərəfdə olduğu kimi qalır. Heç bir şey dəyişmir. B-2 formasında qalır. İndi burada nə edirəm? Baxın, hər ikisini ayrı-ayrılıqda sıfıra bərabər eləməliyəm. Bu tərəfə də sıfıra bərabər edirəm. A üstə gəl 4 bərabərdir sıfıra. A bərabərdir. 4 digər tərəfə mənfi ilə keçir. Yəni olur mənfi 4. B çıxılsın 2 bərabərdir sıfıra. B də bərabər 3 nəyə? Mənfi 2 bu tərəfə müsbətlə keçir. Yəni 2-yə. Deməli, A-nın mənfi 4 sıfıra bərabər eləyib tapdım bunları. B-nin isə 2 qiymətində bu tənliyin sonsuz sayda həlli var imiş.
Daha sonra davam eləyək. E, Yeganə həlli dedik, sonsuz həlli dedik. Bəs yaxşı, nə zaman həlli yoxdur? Həlli olmayan bir qaydamız da var da, yəni nə zaman həlli yoxdur? Ümumiyyətcə bizə bir tənlik verilən zaman oradakı köklərdən A sıfıra bərabər olub. B sıfırdan fərqli olan zaman bunun həlli yoxdur. Yazın bura həll yoxdur. Mastan biraz sərgəsiz yazdır. Bunu görməzdən gələrsiniz. Aha. İndi nə edirik? Gəlin bunu bir dənə nümunə qiymətlərindən verək. 3 vurulsun. Çıxılsın. Minus x nə demək olar? Başqa bir şey də demək olar burada əslində. Rahat açıq formada da verə bilərəm. 4x 4x çıxılsın 4-ə bərabərdir. 4x çıxılsın 4-ə bərabərdir. AX üstə gəlinsin 8-ə. Bu formada belə bir tənlik verilir. AX-i gətirərəm 4x-in yanına. Ortaq məxrəc x-i götürərəm. Ortada daxilinə qalar 4 çıxılsın A-ya. Bu mənfi 4A da bu tərəfə toplama ilə gələr. Onlar 8 üstə gəlsin 4-ə. Bu formada yazdım. İndi burada buranı A-nı 0-a bərabər eləməliyəm. Yazaram 4 çıxılsın A. Bərabərdir 0-a. Bu nə zaman 0-a bərabər olur? A-nın yerinə hansı qiymət dayanır? 4. Təbii ki, 4-dən 4 çıxanda 0 alınacaq da. A-nın qiymətini tapdım 4. Bəs ikinci tərəf, yəni ikinci tərəf B-də B kimi düşünün buranı. Emin A olmağına ehtiyac yoxdur. Bunu B kimi düşünün. 8 üstə gəl 4B isə 4B isə 0-dan fərqli olmalıdır. 4B bərabərdir. Yəni bərabər deyil daha doğrusu. 0-dan fərqlidir. 8 digər tərəfə mənfi ilə keçir. Mənfi 8-dən. Bir də fərqlidir. Mənfi 8-i 4-ə bölən zaman düşür mənfi 2. Deməli, bu qiymətlərində tənliyin həlli yoxdur. Aha. Daha sonra bizə tənliklər versin. Məsələn, o tənlikləri həll edək. Bunu əslində bir yaxşı nümunələrdə də test hesablarında xeylicə göstərmişdim, amma yenə də. Məsələn, 4x üstə gəlinsin 2 bərabərdir. X yazaq burada yazaq. Məsəl üçün x üstə gəlinsin 5. X gəlir bu tərəfə çıxmayla 4x-dən x çıxanda qalır 3x bərabərdir. 2-ni də param ədədin yanına 5-dən də 2 çıxmalıyam 3. X də bərabərdir. 3-ü 5-ə bölürəm. Cavab düşür 1. Digər nümunələrə ehtiyac yoxdur əslində. Qayda hissəsinə bircə saniyə göz gəzdirim. Hamısı nümunələrdən ibarətdir və nümunələri testin içərisində xeylicə izah etmişəm. Oradan baxaraq əldə edə bilərsiniz. Videonu bu qədər qısa tutmaq kifayətdir. Əsas ümumi tənliyin bir dəyişənin tənliyin nə demək olduğunu bildik. Sonsuz sayda həll, yeganə həll qaydasını və həlli yoxdur qaydasını da bildik. Bir də naxırda nümunə çəkdik, kifayətdir. Digərlərinin hər biri onsuz da kəsr formasında olan və digərlərinin hər biri bunun test videosunun izahı var. Orada genişcəsinə göstərilib 50 sual üzərindən.